Salam, xoş gördük herkesi. Bugün Mirzə Ələkbər Sabirin şeirlər əsasında eylə Venn diaqramı sualının izahına baxacaq. Deməli, başlayaq izahımıza. Eylə Venn diaqramının şərtini bilirik. Bu xanıya yalnız əkinçiyə aid olanlar, bu xanıya Neylərdin İlahi şeirinə aid olanlar, bu xanıya isə nə ortaq fikirlər yazılmalıdır. İndi baxaq. Bizdən də yanlış istəyir. Tipin öz dili ilə özünü ifşasına yer verilib, bəli. Bu düzdür. Əkinçi şeirində həqiqətən biz bunu görürük. Əkinçi peşəsinin çətinlikləri öz əksini tapmışdır. Bəli, bu düz fikirdir, amma harda olmalı idi? Bu burada olmalı idi ki, burada olmalı idi. Ona görə 2-ni biz səhv kimi götürürük. Əsərin ifadəliyini artırmaq üçün bədii ifadə vasitələrindən istifadə olunur. Bəli, bu hər ikisinə aiddir. Milli, mənəvi və bəşəri dəyərlərə yer verilmişdir. Xeyr, bu əkinçi şeirində yoxdur. Əsərin mövzusu Azərbaycan həyatı ilə məhdudlaşır. Xeyr, Azərbaycan həyatı ilə məhdudlaşmır, əksinə kənara çıxır. Şeirin hər beytində bədii sualdan istifadə olunub. Bəli, Neylərdin İlahi hər beytdə istifadə olunub. 6 da düzdür. Bizdən səhvləri istədiyinə görə 2, 4 və 5. Cavabımız C variantı.